mülayim istiqlim tipi. Bildin Murad? Sonra 50 neçə? 43. Bayaq dedik onu. Siz test yoxlayırdınız. Bütün dağların hamısında, Böyük Qafqaz, Kiçik Qafqaz dağlarında yüksəyə doğru getdikcə yağıntının miqdarı nə olur? Artır. Amma Talış dağlarında cənubdan isti hava kütləsi gəldiyi üçün yağıntının miqdarı nə olacaq? Azalacaq. Birinci, görürsən diaqramı, qrafikimiz tərs mütənasib olan haranındır? Talışındır. Düz mütənasib olan haranındır? Baş Qafqazın. 44. Baxaq görək. Deməli, yağıntının miqdarı 350 mm-dir. Düzdür? Havanın temperaturu dayan 27 dərəcəyə qədər gəlib çatıb. Hansı ərazimiz olar səncə? Quraq ərazimizdə hər halda. Düzdür? Hansı ərazi olar? Kür ərazi. Və o birlər dağlıq ərazidir. Hə? Aysel, temperatur mənfiyə düşəcəkdir. Amma burada görsən temperatur mənfiyə düşməyib. Sıfıra da heç çatmayıb. 2 dərəcədə falan dayanıb. Amma yayın temperaturu 27-ni keçib 30-a çatıb. Deməli, quraq ərazidən gedir də söhbət. Sonra 45. Kimdədir bunu? Əsmərsəm? Əsmər, yağıntı qışda düşüb. Yağıntının miqdarı 1400 mm-dir. Azərbaycanda yağıntı qışda düşən diaqram əzbərlətmişdim sizə 4 dənə. Həmin qrafiklərdən hansı da yağıntı qışda düşmüşdü? Lənkəran. Şo da astarı olacaq, A variantı. Aleykümselam. Azərbaycanın hansı ərazilərində daha az günəş radiasiyası alır və bunun səbəbi nə demişdik? Düzən ərazilər